Növbəti sual odur ki, bir nəfər vəsiyyət edir ki, məni ölən anamın yanında bastırın. Anası isə 35-40 ildir ki, ölüb. Növbəti cənazəni, yəni bu müddət ərzində bastırmaq olarmı, ya bu müddətdən sonra bastırmaq olarmı həmin yerdə? Bilirsiniz, bir qəbirdə bir neçə meyidi bastırmaq olar, lakin müəyyən səbəblər olsa. Məsələn, ümumi fəlakət baş versə. Məsələn, müharibə, məsələn, zəlzələ, məsələn, hansısa bir xəstəlik gəlib, məsələn, insanlar ölüb, nə qədər adam çoxdur ölən, onları ayrıca hamısını bastırmaq vaxt mümkün deyil və xəstəlik də yayılacaq. Elə bir vəziyyətdə bir qəbirə bir neçə meyit qoymaq olar. Qəbiri biraz böyük eləyib, bir neçə meyit qoymaq olar. Amma məsələn, tutaq ki, qəbirdir, çoxdan bastırılıb. Əgər yer yoxdursa, o qəbiri çıxartmaq olar, sümüklərini yığıb bir yerə qoyub bastırmaq olar, sonra təzə meyit qoymaq olar. O da əgər yer darlığı olsa və s. Aydındır. Amma belə təbii ki, imkan varsa ayrı bastırmaq lazımdır. İmkan varsa. İndi sual verən görsənir ki, 40 il, 45 ildə ölüb, təbii ki, ola bilsin, sümük də artıq. Əgər yer yoxdursa, onda. Amma əlhamdülillah indi belə bir çətinlik yoxdur axı. Vəsiyyət məsələsi. Amma vəsiyyət, bilirsiniz, vəsiyyət gərək şəriətə uyğun olar, şəriət qaydalarına. Bəli, bu olar. Lakin səbəblər olsun. Baxaq, səbəblər var, yoxsa yoxdur. Yəni, ciddi deyil də. Ciddi deyil məsələ. Bastıra bilərlər. Yəni, bastıra bilərlər, amma ayrı olsa daha yaxşıdır. Səhv eləmirəmsə, bu sualı verən, həmin o vəsiyyət edən elə ölmək yaxındadır, ölməyib. Dünyasını dəyişmir. Ona izah eləmək olarmı ki, sənin vəsiyyətin düzgün deyil? Yox, düzgün yox, deyək, belə olsa daha yaxşıdır. Belə olsa daha yaxşıdır. Əgər anasının yanında yer varsa, yanında bastırsınlar. Anasını çıxartmaq lazım deyil qəbirdən. Aydındır. Aydın. Allah razı olsun.